değerli izləyicilərimiz. Sizləri Salambayır Baksan qəsəbəsindən Ləvəngi deyilən ərazidə Qarabağ birinə yaxın, asfalt yola yaxın, şəxsi tikili, gözəl, 3 otaq, 6 qaraj, belə bir yüz görünüş olan həyət evi çıxıb satacağız. Burada belə bir gözəl maşın qarajı üçün nəzərdə tutulub. Maşın rahat daxil olur. Beton kəmərləri var gördüyünüz kimi. Köçmə səbəbinə əsasına uyğun deyək, belə deyək. Beşləri yığıb bura köçürlər ev sahibi inşallah. Yəni padvaldan da keçid var. Gəl qardaşım. Burada da belə bir köməkçi otaqları var. Şkafın qurulub, yeri beton stəşka. Bir otaq da buradadır. Yəni bütün otaqlara keçid var. Kollektiv sistemlər kimi zəhmət olsun. Bax qardaş. Kombi sistemi, kollektiv sistemi. Bütün otaqları keçmək mümkündür və şkatur vurulub, beton stəşka vurulub. Həyətdən rahat avtomobil daxil olur, dəyərli izləyicilərimiz. Ləvəngidə Qarabağ birinə yaxın 6 qaraj 3 otaqlı. Ev kürsülü, qoşadaş, hündürlük qaydasında ətrafı yaşayış, sakit məhəllədə yerləşir. Belə bir yetim halkımı var. Gözəl geniş koridor üstündür. Ayakkabımızı çıxarlar. Genişlik qaydasında gördüğünüz kimi dəyərli izləyicilərimiz. Qazı suyu işığı, isitmə sistemi kombidir. Burada bizim kuxnamız yerləşir. Təbii ki, kuxna mebeli qalır evdə. Kombi qalır evdə. Silsən zəhmət olsun. Evdə bir çox əşya qalacaq dəyərli izləyicilərimiz. Ev sahibi köçür. Sanitar qovşağı burada yerləşir. Yeri istifol, şurka var. Tam təmir verilir. Burada bir digər yatağımız yerləşir. Yandırım. Digər yatağımız burada yerləşir. Dəyərli izləyicilərimiz kvadratik, gözəl, geniş, maşallah olsun, bir şey qalmış yarın altında az qala. Və sonuncu olaraq qonaq otağı nəsil tanış edin. Açıldı. Burada isə bizim gözəl geniş qonaq otağımız yerləşir. Əziz və dəyərli izləyicilərimiz, Hövsan qəsəbəsində Ləvəngidə Qarabağ birinə yaxın, asfalt yola yaxın şəxsi tikili 6 qaraj, 3 otaqlı və köməkçi otaqları var. Qaz, su, işıq, isitmə sistemi kombi, sənəd bələdiyyədir, kupsiya yararlıdır, dəyərli izləyicilərimiz. Şəxsi tikili, bu gözəl evimizin deyiliş startı qiyməti 90.000 manat ev sahibi tərəfindən deyilir. İnşallah ki, real alıcı gəlsə, Allahın iznilə əyləşəcək olmasa da divanda ev sahibindən qiymətinə razılaşma olacaq. Allah satanlarına xeyir versin, diqqətinizə görə təşəkkür edirəm.